Salamlayıram hamınızı. Bu videoda sizə qoruyucu plyonkanın üstünlükləri haqqında məlumat verəcəm. Qoruyucu plyonka avtomobilin boyasını qorumaqla yanaşı, avtomobilin yüngül qəzalar zamanı zərərin azaldılmasına kömək edir. Avtomobilin tam kuzası, avtomobilin disk zonası, avtomobilin salonu və avtomobilin salonunda olan plastik hissələri qoruyucu plyonka ilə qorumaq olar. Tam kuza ən məsləhət gördüyüm variantdır. Bu zaman sizin avtomobilinizin eksteryeri tam qorumuş olursunuz. Eyni zamanda yalnız risk zonasına qoruyucu vurmaq olar. Yəni qabaq bufer, kapot, faralar, yan güzgülər, qabaq kılolar, stoykalar və qapıların dəstəyi. Salonun risk zonasını seçsəniz, plyonka qapı aralıqlarını, paroqları, qapıların alt hissəsini, ayaq ilə zədələnəcək, xarab ola biləcək bir hissələri və oturacaqların yan tərəflərini qoruyacaq. Və Diamond Tuningdə ən çox sifariş olunan salon plyonkasıdır. Bu zaman avtomobilin salonunda olan mebellər, monitorlar və s. uzun müddətli yeni kimi qalacaqdır.